Sualımız belədir. İşlədiyiniz maaş sizi qane eləyirmi? Mən reportaj vermirəm. Hal-hazırda iş başındasınız. Mən sualıma bir dənə cavab verin ki, aldığınız maaş sizi qane eləyirmi? Çəkiliş eləməyin. Yox, bir kəlmə sualıma cavab verin, zəhmət olmasa. Bir sualıma cavab verə bilərsiniz, zəhmət olmasa. Aldığınız maaş sizi qane eləyirmi? Nə qədər maaş alırsınız? Maaşımız normaldır. Normaldır, yəni sizi qane eləyir. Bəli. Aldığınız maaş sizi qane eləyir. Nə qədər maaş alırsınız bilmək olar? Niyə kameradan qaçırsınız? Aldığınız maaş sizi qane eləyir. Belə icazəsiz çəkilişə icazə. Mənim ixtiyarım var, mən jurnalistəm. İstəmirəm oturmaya çəkiləsiz. Yox, mən sizə sual verirəm. Aldığınız maaş qane eləyir, hə, yox bir dənə. Eləyir. Nə qədər maaş alırsınız? Hal-hazırda işləyirsiniz. Aldığınız maaş sizi qane eləyirmi? Bəli. Eləyir. Nə qədər maaş alırsınız bilmək olar? Vallahi məlumatlar verə bilmərəm. Amma qane eləyir də sizi. Bəli, məlumatlar verə bilmərəm. Salam, xoş gördük sizi. Bakı Milli Televiziyasından narahat eləyirik. Hal-hazırda iş başındasınız da, düzdür? Aldığınız maaş sizi qane eləyir. Bugünkü günümüzdə əlbəttə ki, xeyir. Aha, nəyə görə, nə qədər maaş alırsınız? Hal-hazırda 600 manat maaş alıram. Aha. Yolum uzaqdır. Produktun yüksək olmağı, gediş haqqının yüksək olmağı əlbəttə ki. Hələ subayam belədir. Evlənsəm savsem çatmayacaq. Aldığınız maaş sizi qane eləyirmi? Aldığımız maaş qane eləyir abi. Azərbaycanda nə bilim deputatların maaşına baxanda yox. Nə qədər maaş alırsınız bilmək olar? 45.000 dollar. Yəni ki, nə qədər alırsınız da? Deputatlara nisbətən 10 dəfə az. Hal-hazırda işləyirsiniz. Xeyr, Nəyə görə işləmisiniz? iş yoxdur ona görə. Hansısa bir orqanlara müraciət etmisinizmi? Hə, Nə cavab gəlib sizə? belə gəlib cavab. Deyirlər iş var. Gedirsən iş var, amma maaş 200 manat. 250 manat, 300 manat. Bu sizi qane etmir. Yox, bu bizi qane eləmir deyəndə ki, deyirlər ki, bu Avropa ölkəsidir. Avropada maaş 600-700 dollardır. Bizim puldan 1200 manata yaxın eləyir. 200-300 manata mən niyə işləyim? Hal-hazırda işləyirsiniz. Xeyr, işləmir. Nəyə görə işləmisiniz? Təzə gəlmişəm bura, ona görə təzə köçmüşük. Aha, harda olmusunuz indiyənə kimi? Rusiyada işlədim. Rusiyada yaşamışıq. Rusiyada yaşamışsınız. Bəli, bəli. Allah yolunuzu açıq eləsin. Allah tez bir zaman sizə iş nəsib eləsin. Salam xanım, xoş gördük sizi. Bakı Milli Televiziyasından narahat eləyirik. Hal-hazırda işləyirsiniz xanım.